Əziz dostlar, əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Mən sizi Ağdərə rayonunun Kərəmli kəndindən salamlayıram. Bax bura mənim ata-baba məhəlləmdir. Bax, bu aşağı fındıqlar bitibi, bu bizim evdir. Bu mənim baba məhəlləmdir də, atamın atasının məhəlləsidir. Təbiətin gözəlliyinə bax hələ. Neçə ildir gör əsirdi bu torpaq, öz gözəlliyini itimir. Allahın bu gününə çox şükür. Allah müqəddəs şəhidlərimizə rəhmət eləsin. Onların canı qanı bahasına gəlib bu torpaqlara qovuşduq. Allah vətənimiz Azərbaycanı qorusun. Allah ordumuzu qorusun. Allah bir daha ölməz şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Ən gözəl kəndidir Ağdərə rayonunun. Fikir verirsiniz, mən məhəllənin içindəyəm. Kənar görünmür. Bax, orada da meşədən sonra dağlardır, Mirov dağları. Ta qaşqın deyiləm, bilin ay illər. O adı üstümdən götürdü ordum. 30 il çəkdiyim acı həsrəti cəmi 44 günə bitirdi ordum. Ötsə də illərim, keçsə də yaşım, axır gözlərimdən sevinç göz yaşım, axır azad oldu torpağım, daşım, yurduma müjdələr gətirdi ordum. Yaşa azad xalqım, qalib millətim, qızılım, köhərim, varım, sərvətim, dünyaya yayılan şanım, şöhrətim, düşməni yurdumdan itirdi ordum. Allah bir daha ordumuzu qorusun. Bax, bu bizim evlərin görürsünüz, bünövrəsi qalıb, bax belə.